Salam, hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Bugün Gol TV'də AFFA U12 Liqası Inter EFA qarşılaşmasını sizlərə təqdim edirik. Hər iki komandaya uğurlar arzulayırıq. Oyunu Yasin Cəbizadə və Səbuhi İbrahimzadə idarə edir. İnanırıq ki, bugün hər iki komanda gözəl futbolla yadda qalacaq. Kənan Babayevdən irəliyə doğru ötürmə, Yusif istiqamətinə və out. Top meydanı tərk edir. Murat Bürəm Gol TV'də daha iki qarşılaşma sizlərə təqdim olundu. AFFA U13 Liqasında Zira Modern və U11 Liqasının F2 İdman Klubu Azərbaycan Qartalları qarşılaşmasını izlədik. Sol cinaha doğru ötürmə Elmir. Murat yenidən Elmir. Görək EFA nə ilə yadda qalacaq, ötürmə yaxşı alınmadı. David və top meydanı tərk edir. Outdan Inter başladı. Hüseyndən irəliyə doğru ötürmə, Can Düzgün istiqamətlə edilmiş bir ötürmə idi. Bu dəqiqələrdə hər iki komanda meydanın istənilən nöqtəsində top uğrunda mübarizə aparır. Renat'tan uzun oynadı. Yenidən Hüseyin Qasımov. Yusif istiqamətinə komandanın 28 nömrəli futbolçusu 2 rəqibin əhatəsini keçdi, amma Can istiqamətinə ötürməyə keçmədi. Murat irəliyə doğru ötürmə, amma İlmir üçün bir qədər sürətli edilmişdi. Kənan Babayev Inter'in 1 nömrəli qapıcısı. İrəliyə oynayır. Can istiqamətinə. Turan. Əla ötürmə Hüseyin. Ağa Hüseyinov istiqamətinə edilmiş bir ötürmə idi, amma keçmədi. Uzaq məsafədən qeyri dəqiqə alınır. Hələ ki, qarşılaşmada qolsuz bərabərlik davam edir. Bilirsiniz ki, Gol TV'nin əsas məqsədi ilk növbədə istedadlı uşaqları diqqət mərkəzində saxlamaqdır. Əla ötürmə Can Düzgün istiqamətindən Can. Qapıya zərbəsi, top dirəyərək meydanı tərk edir. Çox şanslı, sağ olun. Inter təhlükəli hücumla yadda qaldı. Mən deyərdim ki, bu dəqiqələr ərzində görüşdə yaranmış ən real gol epizodu məhz EFA-nın qapısı ağzında yaşandı. Turan Renat'la oynayır. Ötürmə keçmədi. Inter yox. Onlar da yenidən top itkisinə yol verdilər. Qısa ötürmələrlə Inter çıxmağa çalışır. Can Düzgün istiqamətindən Can. Daha bir təhlükəli vəziyyət qapıcı. Hüseyin topun qarşısını kəsir, amma Can Düzgünlə daha bir zərbə o qədər də təhlükəli alınmadı. Yusif də boş mövqedə yanmışdı, amma Can Düzgün özü qapıya zərbə vurmağa çalışırdı. Daha bir ötürmə, qapı istiqamətindən zərbə. Yusif Əhmədli qola yaxın olur. Daha bir təhlükəli vəziyyət EFA komandasının qapısı ağzında baş verir. Yusifin zərbəsi qapının üstündən keçir. Uğur Quliyev gün zərbəsini yerinə yetirəcək. İçəriyə doğru başla, o qədər də bəli təhlükəli alınır. Hüseyin səhv etmirəmsə qapıya zərbəni o indirmişdi. Kənan topu oyuna daxil etməyə hazırlaşır. EFA bu dəqiqələrdə realdə çoxalmağa çalışır. Murat ötürmə, Turar əldən içəriyə doğru ötürmə, qapı istiqamətinə zərbə və top qapıya daxil Hüseyin Ağa Hüseynov. Çox gözəl şəkildə topu qapıdan keçirir. EFA nəhayət axtardığı qolu tapdı. Inter əllərinə düşən fürsətlərdən istifadə edə bilmədi. Nəticədə Turan əli və hücumun sonunda Hüseyin topu bu cür qapıdan keçirir. Soğuqqanlı şəkildə rəqib komandanın qapısına
yol tapır. İrəliyə daha bir ötürmə. Yenidən Can Düzgün topu onun önünə düşdü. Bu dəfə də çərçivəyə düşə bilmədi. Zaurdan əla bir ötürmə. Komandanın 21 nömrəli oyuncusu. Uğur irəlidə presini təqdim edir. Əli Məmmədlən içəriyə doğru ötürmə. Qapıya zərbə Elmirdən gəlir amma Kənan Babayev bu zərbənin qarşısını kəsir. Hələ ki qarşılaşmada EFA-nın 1-0 üstünlüyü davam edir. Biraz kabahat sürüş. Hörmət tamaşaçılar, ikinci hissə Inter EFA görüşündə başladı. Can Düzgün mərkəzdən topu oyuna daxil etdi. İnanırıq ki, ikinci hissədə hər iki komanda yaxşı oyunla yadda qalacaq. Yusif Elmirlə oynayır. Elmir Budayev keçdi rəqibini. Top Elmirdədir. Mərkəz istiqamətini ötürmə. Renat geriyə oynayır. Murad içəriyə qapıya zərbə indirir. Yusuf Əhmədli cəlmə zərbəsindən topu oyuna daxil edəcək. Qeyd edim ki, Gol TV-nin çəkiliş etdiyi oyunlarda onun artıq 4 qolu var. Yusuf 2 nəfər var canlı sətdə. Sol ayağı ilə yəqin ki, birbaşa qapıya zərbə indirəcək. Hakimdən işarə gəldi. Yusuf sol ayağı topa zərbəsi dirəkdən qayıdır. Inter hesabı bərabərləşdirə bilərdi. Yusuf'un zərbəsi yadda qalan olur ikinci hissədə. Outdan EFA başlayacaq. Əli Məmmədli Renat'la oynadı. Yusuf onun qarşısında. Renat Murad'la oynuyor. Yeniden Murad yerində çevrilməyə bacar. Hələ ki top bitirmədi Murad. Elmirlə oynadı. Elmir keçdi rəqibini. Komandanın 22 nömrəsi ötürməz zərbə 2-0. Hüseyin Ağa Hüseynov ikinci qolunu vurur. Komandanın 11 nömrəli oyuncusu. Vurulan qolun təkrarı bizlərə bir daha təqdim olunacaq. Burada Abbasov ötürdü. Elmir yaxşı keçdi rəqibini. Daha bir EFA hücumu. Qapıcı topu qaytar. Daha bir zərbə. Yusif Rəhmanov fərqi 3 topa çatdırdı. EFA daha bir qolla yadda qalır. Inter mərkəzdən başlayacaq. Gün zərbəsini EFA yerini yetirdi. Əli Məmmədli qapı istiqamətinə zərbə. Top dirəkdən qayıdır. Hücum davam edəcək. Daha bir zərbə yox alınmadı. Tunar. Turandan gəldi daha bir zərbə. Top dirəyə dəyərək meydanı tərk edir. Turan Aslanov. Daha bir EFA hücumu izləyirik. Renat. İrəliyə doğru ötürmə. Inter'i görək görüşün sonlarında buraxılan qollardan. Yox, hakim qarşılaşmanın başa çatdığını bildirir. Hər iki komandaya növbəti oyunlarda uğurlar arzu edirik. Amma rubrika sadiq qalaraq hər komandadan bir nəfəri oyunun ən yaxşısı seçirəm. Inter'də bir nömrəli qapıcı Kənan Babayev, oyunun ulduzu isə EFA-nın 22 nömrəli oyuncusu Elmir Budayevdir. Sağ olun, sağlam olun.